Salam, hörmətli maraqçılar, integral mövzusunun misallarını həll edirik artıq və növbədə bu misaldan başlayaq. Gördüyünüz kimi integral A-dan B-yə qədər verilib. 2x üstəgəl 1dx bərabər 25. B çıx A şərtdə verib ki 5-dir. B-ni soruşur. Yəni ilk növbədə integralını alırıq. X kvadrat üstəgəl x. Qiymətlər B və A-dır. Bərabər 25. Qiymətləri yenə qoyuruq. B kvadrat üstəgəl B çıxılsın. A kvadrat üstəgəl A bərabər 25. Möhtəzəni asaq, B kvadrat üstəgəl B çıx, A kvadrat çıx, çıxılsın A bərabər 25. Və daha sonra B kvadrat çıxılsın A kvadrat bərabərdir 30. Ona görə ki, burada B çıx A var, o da 5 verilmişdir. Üstürəm 20 olacaq, bu tərəfə keçirəndə 20. Və belə bir təmlik aldıq. B çıx A vurulsun B üstəgəl A bərabərdir 20. Və biz elə rəqəmlər yerinə qoymalıyıq ki, sonda 20 olsun. Məsələn, 6 qoysaq. Ümumiyyətlə, 4 vurulsun 5, bildiyiniz kimi 20-dir. Daha sonra 2 vur 10, 20-dir. Əgər 7 qoysaq, bura qoysaq, 7 üstəgəl 3, 7 çıx 3, burada 4, 7 üstəgəl, xeyr. Əgər 6 qoysaq, 6 çıx 4, 2, 6 üstəgəl 4, 10. Bəli. B 6-dır. Burada 6 çıx 4, 2-ni verir. Burada 6 üstəgəl 4, 10 verir. 2 vur 10, 20. B 6-dır, A 4-dür. Xeyr, burada B çıx A 5 verib. Əgər 5-dirsə, B üstəgəl A 4-dür. Belə bir təmlik alınır. B çıx A 5-dir, B üstəgəl A 4-dür. Sistem təmliyi alınır. Toplayanda mənfi və müsbət A ikisə gedir. 2B bərabərdir 9. B bərabərdir 4,5. Bəli, B bərabərdir 4,5. Keçdik növbəti sualda. Burada yer çatmaz yazmaya gəlin. Bir kağızdan burada istifadə edək. İntegral 0-dan 2-yə qədər x çıx 1 vurulsun x üstəgəl 2 dx. Yazırıq ki, növbədə integral 0-dan 2-yə qədər möhtəzəm asırıq x kvadrat üstəgəl x bir dəfəli yazaq, çıxılsın 2 dx bərabərdir. İntegralını alaq x kub bölü 3, burada x kvadrat bölü 2 çıxılsın 2x 0-dan 2-yə qədər qiymətləri yerinə qoyaq. 0-ı qoymağa ehtiyac yoxdur, yəni 0 olacaq. Yəni yalnız 2-ni qoyaq və artıq cavabı tapırıq. 8 bölü 3 üstəgəl 2 çıxılsın 4. 8 bölü 3 çıxılsın 2 bərabərdir 2 bölü 3. Burada ortaq məxrəcə gətirəndən sonra cavab 2 bölü 3 olur. Növbəti sual, integral 2x üstəgəl 1 bölünsün x dx. Belə suallarda bölə bilərik, yəni yaza bilərik integral 2 üstəgəl 1 bölü x dx. 2-nin integralı 2x-dir, 1 bölü x-in integralı ln x və sonda üstəgəlisi. Cavab sonda budur, hörmətli dostlar. 1 bölü x-in integralı ln x-dir, bildiyiniz kimi, ona görə də yazıq ln x. Növbəti sualı integral 1 bölü kök altında 81 çıxılsın 9 x kvadrat. Əgər diqqətlə baxsaq, burada 9-u belə yazmaq olur ümumiyyətlə, kök altında 9 çıxılsın 9 çıx x kvadrat. Bərabərdir integral 1 bölünsün. Kök altında 9
3'dür. Bir bölünsün 3. Vurulsun kök altında 9 çıxılsın x kvadrat. Yazırıq integral 1 bölü 3. Kök altında 3 çıxılsın x. 9 çıxılsın x kvadrat. Bəli, burada eğer yazınıza gəlirsə kök altında 1 çıx 1 bölünsün 1 çıx x kvadratın integralı arc sinus x-dir. Üstəgəlsə burada da məhz həmin nəticəyə gəlib çıxır. Yazırıq. Burada da sonda cavab olacaq 1 bölü 3 arc sinus x üstəgəlsə. Növbəti sual. Dx bölünsün x kvadrat üzəri 8x üstəgəl 17. Bunu soruşur. Burada diqqətlə fikir versək, əgər burada x kvadrat üstəgəl 8x üstəgəl oldu, üstəgəl 1 kimi yazmaq olar. Bu da buna bərabərdir. X üstəgəl 4'ün kvadratı üstəgəl 1. Yazırıq integral dx böl x üstəgəl 4'ün kvadratı üstəgəl 1 bərabərdir. Əgər yanınıza gəlirsə 1 bölünsün 1 üstəgəl x kvadratının integralı arctangens x-dir. Burada məhz eyni nəticə gəlib çıxır. Sadəcə x üstəgəl 4'ün kvadratı olduğuna görə yazırıq arctangens x üstəgəl 4 üstəgəlsə. Cavab sonunda bu. Mutlaq dəyər integralına aid sual. 0'dan 2'ye qədər x kvadrat çıxılsın 1 dx. Heç növbədə 0 qoyaq yerinə mənfi alınır. 1 qoysaq artıq 0 alınır. Yəni müsbət mənfi və 0 alındığına görə, yəni müsbət olmadığına görə 0'dan 1'ə qədər yazırıq. İşarələr dəyişir. 1 çıxılsın x kvadrat dx üstəgəl integral 1'dən 2'ye qədər. Yəni 1'i qoysaq 0'dır, 2'ni qoysaq müsbətdir. Eyni qalır, yəni işarə dəyişmir. Bir çıx x kvadratının integralı x çıxılsın x kub bölü 3'dür. Qiymətlər 1 və 0. Üstəgəl burada da x kub bölü 3 çıxılsın x 2'dən 1'ə qədər, 1'dən 2'ye qədər. Qiymətləri yerinə qoyuruq. 1 çıxılsın 1 bölü 3, 2 bölü 3'dür. 0 qoymağa ehtiyac yoxdur. 0 olacaq onsuz da. 2'ni qoyaq. 8 bölü 3 çıxılsın 2. Bu da verir 2 bölü 3'ü. Və çıxılsın, bura 1 qoyaq. 1 bölü 3 çıxılsın 1. Mənfi 2 bölü 3, daha bir mənfi var, müsbət. Cavab sonunda olacaq 8 bölü 3. Keçsin növbəti suala. İntegral 0'dan pi bölü 2'ye qədər x vurulsun sinus x. Yalnızca gəlirsə 3-cü dərsdə mən qismi integralı izah etdim. Bu da məhz ona aid sualdır. Gördüyünüz kimi polinom funksiyası və trigonometrik funksiya. Polinom funksiyasının törəməsini alırıq. X'in törəməsi 1, 1'in törəməsi 0. Sinus x'in integralı mənfi kosinus x, mənfi kosinus x'in integralı mənfi sinus x. İşarələri təyin edirik. Müsbət, mənfi, müsbət. Birincini ikinci ilə ikinciyə vururuq, ikincini üçüncüyə. Yazırıq mənfi
x vurulsun kosinus x üstəgəl sinus x. Burada ikisi mənfi olduğuna görə yazırıq ki, üstəgəl sinus x qiymətlər pi bölü 2 və 0. Pi bölü 2-ni qoyaq bu funksiyanın yerə, kosinus qoyaq. Kosinus pi bölü 2-də 0 alır. 0 vurulsun x 0'dır. Üstəgəl sinus pi bölü 2-də 1 alır. Çıxılsın. Burada kosinus 0'da 1 alır. 1 vurulsun. Burada x'in yerine 0 yazsaq 0. Sinus 0'da 0 alır. Üstəgəl 0. Və cavab sonunda 1'dir. Keçsin növbəti suala. İntegral x sıx 3 kvadrat bölünsün x kubu dx. Yazırıq integral x kvadrat çıxılsın 6x üstəgəl 9 bölünsün x kub dx. Xeyr, üzr istəyirəm. Bu da qısım integraldır. Yəni, eyni buradakı kimi istifadə edirik və cavabı tapırıq. Keçin növbəti suala diferansiyel artıq burada var. Diferansiyel ümumiyyətlə törəmə deməkdir. Yəni, diferansiyel integral x kvadrat üstəgəl x dx bərabər 20. Törəmə integral bir-birini götürür. Qalacaq x kvadrat üstəgəl x bərabərdir 20. X kvadrat üstəgəl x çıxılsın 20 bərabərdir 0-a. Diskriminant əgər ikinci dərəcə denkləyənlər mövzusuna xatırlayırsınızsa b kvadrat çıxılsın 4 asidir. Bu da bərabərdir 1 üstəgəl 80 bərabərdir 85 kök altında delta 9'dur. x1 bərabərdir mənfi b çıxılsın kök altında delta bölü 2a. O da bərabərdir mənfi 4'ə və ikinci kökü tapmaq üçün mənfi b üstəgəl kök altında delta bölü 2a. O da olacaq. Burada özür istəyirəm. Mənfi 5'dir və mənfi 1 üstəgəl 9 bölü 2 4. Bəli, və cavablar sonunda budur. Keçin növbəti suala. F törəmi x verilib 6x kvadrat çıxılsın 4x. F1 3'dür, F2'ni soruşur. Bu tip suallarda ilk növbədə fx'i tapmaq üçün integralını alırıq. İntegralla törəmə bir-birini aparacaq. Fx bərabərdir 2x kub çıxılsın 2x kvadrat üstəgəl s. Yerinə 1 yazırıq s-ni tapmaq üçün. F1 bərabərdir 2 vurulsun 1'in kubu. 1'in kubu 1'dir. 2 vur 1 2. 1'in kvadratı 1'dir. Vurulsun 2 2'dir. Üstəgəl s. 2 çıx 2 0'dır. 0 üstəgəl s bərabərdir 3'ə. S bərabərdir 3'ə. S 3'dürsə indi isə 2'ni qoyuruq x-in yerinə. Yəni 2 üstü 4 çıxılsın 2'nin kubu üstəgəl 3. 2 üstü 4 16'dır. Çıxılsın 8. 8'dir üstəgəl 3 11. F2 11'dir. Yəni bu tip suallarda sadəcə törəməni götürmək üçün integralını alırıq. Əgər f törəmə 2 dəfə versəydi 2 dəfə integralını almalıydıq. Burada f törəmə olacaqdı. Burada da bir dəfə də integralını almalıydıq. Və bu üsulla da tapacaqdıq f2'ni. Keçdik sahəni tapmağa. Buranın sahəsini tapıq ilk növbədə mənfi x oxundan aşağıda olduğuna görə mənfi 1-dən 0'a qədər 2x üstəgəl x kvadrat çıxılsın x kub bərabərdir.
x kvadrat üstəgəl x kub bölü 3 çıxılsın x üstü 4 bölü 4. Sıfırdan mənfi 1-dən 0-a qədər. Burada işarələr dəyişəcək. Mənfi olduğuna görə. 0 qoyanda burada 0-dır. Çıxılsın. Mənfi 1 qoyaq. 1. Burada daha bir mənfi var. Çıxılsın 1. Mənfi 1 qoyaq bura. Mənfi 1 daha bir mənfi var. Müsbət. Mənfi 1 qoyanda artıq 1 üstəgəl 4. Və bunu hesablayaraq tapırıq. 1 çıxılsın. 1 bölü 3 çıxılsın 1 bölü 4. Ortaq məxrəc 12-dir. Və cavab 5 bölü 12 olacaq sonda. Yəni buranın sahəsi 5 bölü 12. Biz gəlin gördüyünüz kimi buranın sahəsində bax. Sıfırdan 1-ə qədər. Yəni integral sıfırdan 1-ə qədər müsbət olacaq. Ona görə ki, x oxundan yuxarıdadır. 2x üstəgəl x kvadrat çıxılsın x kub dx. İntegralını alırıq. X kvadrat üstəgəl x kub böl 3 çıxılsın x üstü 4 böl 4 1-dən 0-a qədər. Qiymətləri yerinə qoyuruq. 1-in kvadratı 1-dir. Üstəgəl 1 böl 3 çıxılsın 1 böl 4. 0 qoymağa ehtiyac yoxdur. Ortaq məxrəc 12-dir. Və cavab sonda 13 bölü 12. Buranın sahəsi isə gördüyünüz kimi buranın sahəsi 13 bölü 12-dir. Növbəti sual. İntegral 0-dan 2 qədər kök altında 4 çıx x kvadrat dx. Ümumiyyətlə 4 kök altında nə deməkdir? Yəni üstü 1 bölü 2. Gəlin belə yazıq. İlk növbədə integral 0-dan 2 qədər 4 çıxılsın x kvadrat üstü 1 bölü 2 dx bərabər 4 çıxılsın x kvadrat. Burada əgər distor xatırlayırsınızsa x üstü n üstəgəl 1 böl n üstəgəl 1-dir. Biz də yazırıq 4 çıx x kvadrat üstü 3 bölü 2 bölünsün 3 bölü 2. Qiymətləri yerinə yazırıq, hesablayırıq. Yalnız 2-ni yazırıq, ona görə ki 0 yazanda onsuz da 0 verəcək nəticəni. 2-ni yazanda 4 çıxılsın 2-nin kvadratı 4-dür. Burada 0-dır. 0 böl 3 böl 2 cavab 0. Keçsin növbəti suala. İntegral y-dən y kvadrata qədər dx bölünsün x var ln x kvadrat. Burada u-du yöntəmini istifadə edirik. ln x-ə u deyirik. dx bölü x olacaq du. Yazırıq integral y-dən y kvadrata qədər du vurulsun u-nun kvadratı. Burada ln x u demişdik, ona görə də u-nun kvadratı. İntegralını alırıq u kub bölünsün 3 y kvadratdan y-dən y kvadrata qədər. ln x-in kubu ln x-in kubu. Burada 3-ü önə keçirmək olar, yəni 3 ln x kimi yazmaq olar. 3 ln x bölünsün 3 y kvadratdan y-dən y kvadrat qədər ixtisa gedir. Qaldı ln y kvadrat çıxılsın ln y. ln y kvadrat 2-dir. Əgər loqaritm mövzusunu xatırlayırsınızsa ln y 1-dir. 2 çıx 1 cavab 1-dir. Sadəcə u-du yöntəmini elədik. Dəyişkən dəyişdirmə.
və daha sonra artıq hər şey asanlar. Keçək daha çətin suallara. İntegral 0-dan pi bölü 4-ə qədər tangens kvadrat x dx. Trigonometri mövzusunda dərəcəni azaltma disturundan istifadə edirik. Yəni tangens kvadrat x bərabərdir 1 çıx kosinus 2x bölünsün 1 üstəgəl kosinus 2x. Kosinus 2x yanınızdadırsa kosinus kvadrat çıxılsın sinus kvadratda. Və yazırıq integral 0-dan pi bölü 4-ə qədər 1 çıx kosinus 2x bölünsün 1 üstəgəl kosinus 2x dx. İntegralını alırıq. X çıxılsın. Kosinus 2x'in integralı 1 bölü 2 sinus 2x'dir. Böl. 1'in integralı x'dir. Üstəgəl 1 bölü 2 sinus 2x. Və qiymətləri yerinə qoyuruq. Pi bölü 4 və 0. Pi bölü 4'ü iki növbədə qoyaq. Burada x'in yerine pi bölü 4'ü qoyanda pi bölü 4 çıxılsın. 1 bölü 2'ye vurulsun. Sinus 2 vurulsun pi bölü 4. Sinus pi bölü 2'dir. Sinus pi bölü 2'də 1 alır. Bölünsün. Burada da pi bölü 4 sadəcə üstəgəl 1 bölü 2 çıxılsın. 0 qoyaq. Burada x'in yerine 0 qoyduq. Çıxılsın 1 bölü 2. Sinus 0'da 0 alır. Burada 0 qoyaq. Üstəgəl 1 bölü 2 vurulsun 0. Burada ümumiyyətlə 0 olur. Onca ki 0 çıx 0 bölünsün hər hansı bir sayı, ona görə də 0 olur. Yalnız buranı hesablamaq var bizə, bunu nəzərə almırıq. Pi bölü 4 çıxılsın 1 bölü 2 böl pi bölü 4 üstəgəl 1 bölü 2. Ortaq məxrəc burada hörmətli marslar pi çıx 2 bölü 4 pi üstəgəl 2 bölü 4 pi çıx 2 bölünsün pi üstəgəl 2. Cavab sonunda budur. Və növbəti sual integral 0-dan 1'ə qədər y üstü 3x. Yazırıq. Bunun integralının olanda y üstü 3x bölünsün 3. 0-dan 1'ə qədər y-nə qoyuruq qiyməti. Y üstü 3 bölü 3 çıxılsın. Y üstü 0 1'dir. 1 bölü 3. Və cavab sonunda y-nin kubu çıxılsın 1 bölü 3'dür. Hörmətli maraslar, video uzun olduğuna görə 2 hissəyə ayırırıq. Məhz bu misalda bu video yekunlaşır. Misalların həllinin ikinci hissəsini növbəti videoda izləyə bilərsiniz. Hələlik.